9-cu fəsil. Dilanovla arvadının İzmailov rayonundakı evə köçmələrindən 3 həftədən çox vaxt keçmişdi. Bura Alex Samvelovun onlar üçün tutduğu adi 2 otaqlı mənzil idi. Gənc qadın elə həmin evə köçdükləri axşam bərk çığır-bağır saldı və ərindən şillə yeyəndən sonra səhərəcən ağladı. Ertəsi gün Viktor Viktoroviç qaçmağa məcbur qalıb paytaxtı tərk etdikdən bəri ilk dəfə olaraq şəhərə çıxdı. Dilanov onlara lazım olan iş ortaqlarını tez tapacağını Samvelova deyəndə haqlı idi. Elə də oldu. Cəmi 1-2 gündən sonra gələcək işbirliyi üçün 2 nəfər uyğun adam tapdı. Onlardan biri keçmiş hərbi qulluqçu idi. Çalışdığı kiçik şirkətdə ixtisara düşmüş və işsiz qalmışdı. O Qarabağda və Çeçenistanda necə vuruşdu ondan danışmış və asanlıqla istənilən işi görməyə razılaşmışdı. Onun 36 yaşı vardı. Dilanov belə təcrübəli bir adam tapdığına sevindi. İkinci adam kazinolardan birinin dayanacağında qarolçu işləyirdi. Onun işi növbəli idi. 1 sutka işləyir, 2 sutka istirahət edirdi. İşləmədiyi günlərdə Dilanovun dəstəsinə kömək edə bilərdi. Həmin adamın cəmi 35 yaşı olsa da artıq 3 dəfə həbsdə yatmışdı. Bu cəhətdən digərlərindən daha artıq işə yarayardı. Ən qərbəsi bu idi ki, onu işə götürəndə tərcümeyi halını yoxlamamışdılar. Əmək kitabçasında qeyd yox idi. Dayanacaq qarolçusu isə elə mühüm bir vəzifə deyildi ki, Daxili İşlər Nazirliyinin məlumat mərkəzinə sorğu göndərib yoxlasınlar. Dilanov fikirləşdi ki, dəstənin yeni üzvlərinin ikisini də işdə sınamaq və adətən bu cür quldur dəstələrində olduğu kimi onları cinayətə ortaq etmək, əllərini qana batırmaq lazımdır. Samvelova göstəriş verdi ki, yeni gələnləri işdə yoxlamaq üçün sifarişləri qəbul etməyə başlasın. Samvelov lazım olan adamlarla çox tez əlaqə yaratdı və ölkənin cənubunda ticarət çadırları şəbəkəsi olan gənc bir sahibkarın aradan qaldırılması üçün sifariş qəbul etdi. Həmin sahibkarın cavan arvadı və kiçik bir qızı vardı. Hətta qapçısı da olmayan sadə bir evdə yaşayırdı. Quldurlar işin icrasına görə bu qəbildən olan qətillər üçün standart məbləğdə pul, $50.000 almalı idilər. Dilanov öz adamlarına göstəriş verdi ki, hazır olsunlar. Samvelov bütün detalları dəqiqləşdirdi və qatilləri işi icra etməyə apardı. Quldurların ikisi də blokun içində gizləndi. Lakin bu vaxt gözlənilməz vəziyyət yarandı. Sən demə, birinci quldur, həmin təcrübəli hərbi qulluqçu, adi bir yalançı imiş. Əslində, o heç vaxt xüsusi təyinat dəstələrində xidmət etməyibmiş. 2 il Qarabağda və Çeçenistanda vuruşmayıbmış. Sadəcə təmir-tikinti dəstələrində işləyibmiş. Həm də 2 quldurun yalnız bir silahı vardı. Bu da onları pis vəziyyətdə qoydu. Quldurların gözlədiyi sahibkar keçmiş idmançı. Sambo üzrə idman ustası çıxdı. Əlində silah olan keçmiş hərbi qulluqçu düz nişan ala bilmədi. Onun əlləri titrəyirdi. Güllələrin ikisi havaya uçdu. Üçüncüsü sahibkarın ayağına dəydi. Sahibkar tapançanı quldurun əlindən dartıb aldı və ömründə birinci dəfə özünü muzdulu qatil kimi sınayan həmin axmağı güllələdi. İkinci quldur daha təcrübəli çıxdı. Bıçaqla sahibkarı çiynindən yaraladı, lakin yaralı onu itələyib yerə düşmüş, tapançanı götürə bildi. İkinci quldur qaçmağa başladı və bu zaman güllə onun qolundan dəydi. Onu elə ertəsi gün axtarıb tapdılar və həbs etdilər. Xoşbəxtlikdən həmin quldur ağıllı çıxdı. Dilanovla Samvelovu ələ vermədi. Hər şeyi öldürülmüş yoldaşının boynuna atdı. O yaxşı başa düşürdü ki, hər şeyi ölənin üstünə atmaq daha səfəlidir. Əvvəla o, müttəhimlər kürsüsündə keçmiş hərbi qulluqçu tərəfindən cinayətə cəlb edilmiş yeganə müqəssir kimi oturacaqdı. İkincisi, Dilanovla Samvelov azadlıqda qalacaq və həbsxanadan çıxdıqdan sonra ona kömək edə biləcəkdilər. Uğursuz qatilin həbsindən bir neçə gün keçdikdən sonra Dilanov Alex Samvelovla görüşdü. Qəzəbindən onun dili söz tutmurdu. Onlar kafedə görüşüb, böyük salonun küncündəki masanın arxasında oturdular. Onları görüm lənətə gəlsinlər. Dilanov hisli-hisli fısıldadı. Bu adamlar haradan rastımıza çıxdılar? Mənə aldadan həmin o gizbəsər andaman edirdi ki, Çeçenistanda vuruşub. Xüsusi təyinatlı dəstədə qulluq edib.
Hər cür cəfəngiyyət uydururdu. Mən də ona inandım. Bugün qəzetlərdə oxuyuram ki, o axmaq ömür boyu generallar üçün ayaq yolu tikib başdan xaraban biriymiş. Elə ona görə də əməlli başlı ateş açmaq da bacarmayıb. Sən Moskevski Komsomolsk qəzetinin yazdığını oxudunmu? 2 nəfər bəxtsiz qatil bir sahibkarın üstünə hücum edib, amma sahibkar onların silahını əllərindən alıb və quldurları güllələyib. Birini öldürüb, o birini isə yaralayıb. Təsəvvür edirsənmi? Biz ora necə fərsiz adamlar göndərmişik. Birinin gülləsi 2 dəfə boşa çıxıb, 3-cü dəfə isə yalnız adamın ayağına dəyib. Ayağından yaralanan sahibkar isə silahı onun əlindən ala bilib. Özünü də güllələyib. İkincisi də ondan geri qalan deyilmiş. Həmin 2 nəfərin əlbəyaxa olduğu bir vaxtda təkcə onu bacarıb ki, sahibkarın çiynini bıçaqla cızıb, sonra da qaçıb. O adamları sən özün seçmişdin. Samvelov çiynini çəkdi. Mən sənə demişdim ki, onları yoxlamaq lazımdır, amma sən onları birbaşa iş başına göndərdin. Yaxşı ki, o biri ölməyib. Yalnız yaralıdır. Həm də heç nə danışmayacaq. Onsuz da o bizim barəmizdə heç nə bilmir, deyə Dilanov qeyd etdi. Axmaq deyiləm ki, ona harada yaşadığımı, məni harada tapa biləcəyini deyim. Həm də mən onu sənin vasitənlə tapmışam. Deməli, sən məndən çox narahat olmalısın. O adam qatı cinayətkardır, Alik xatırlatdı. Qanunları yaxşı bilir. Heç kimi ələ verməyəcək. Bundan arxayın ola bilərsən. Sadəcə o qatil yox, oğrudur. Ona görə də heç nə edə bilməyib. Amma o biri vecsiz adam imiş. Mən hər şeyin belə qurtaracağını bilirdim. Sadəcə sənin qanını qaraltmaq istəmirdim. Əgər bir adam özü haqqında çox danışırsa, deməli bəzi şeyləri yalan deyir. Bu isə həddən artıq yalan danışırdı. Ona görə də əlindən heç nə gəlməyib. Hətta onun əlindən silahını da ala biliblər. Əcəb olub. Sən niyə narahat olursan? Axı onu öldürüblər. Daha heç nə danışa bilməz. Qəzetdə yalan xəbər yaza bilərdilər, Dilanov dedi. Niyə yalan yazsınlar? Kimi aldatmaq istəyirlər? Axı mən maşında oturub sənin adamlarını gözləyirdim. Hər şeyi öz gözlərimlə gördüm. Əvvəl atəş səsləri eşidildi. Sonra bizim adam qaçıb gəldi. Mən onun yaralı olduğunu görən kimi maşını sürüb uzaqlaşdım. Bu axmaq isə maşın tutulmaq istəyirdi. Qolu qanın içində idi, amma küçədə dayanıb yoldan keçən maşınları saxlayırdı. Elə o vəziyyətdə də hansısa xalturacını tutub, Jigulinin oturacağına qan töküb. Bircə bu qalırdı ki, milis yaralını kimin hara apardığını öyrənsin və o isə dərhal xəstəxanaya getmişdi. Görünür yarası ağır imiş. Odur ki, elə səhər-səhər onu həbs ediblər. Amma o mənim barəmdə, xüsusilə də sənin haqqında heç nə deməyəcək. Susacaq, çünki qaydaları bilir. Özünü lazım olduğu kimi aparacaq. Yaxşı olardı ki, o sahibkarı aradan götürmək tapşırığı alanda özünü lazım olduğu kimi aparaydı. Dilanov acıqlı halda qeyd etdi. 2 nəfər yekə, əli silahlı axmaq heç nə edə bilmədi. Adam bunu yada salmağa da xəcalət çəkir. Gərək özüm silahı götürüb onlarla gedəydim. Belələri ilə birlikdə iş görməyə getmək olmaz. Samvelov onunla razılaşmadı. Adamı pis vəziyyətdə qoyarlar. Biri qopçu və axmaq çıxdı. O biri isə oğrudur. Oğru adamı bıçaqla yaralaya bilər. Amma heç vaxt öldürməz. Onların qaydası belədir. Bir sözlə, biz bu 2 nəfərdə yanıldıq. Başqa adamları tapmaq lazımdır. Hə, yanıldıq. Dilanov acıqlı halda təsdiqlədi. Mən onları öz əllərimlə boğardım. Pulu qaytarmaq lazımdır. Sifarişçi verdiyi behi geri istəyir. Samvelov xatırlatdı. 20.000 dolları. Qalan 30.000 dolları sifariş yerinə yetirildikdən sonra verməli idilər. Qaytararam onların pulunu. Dilanov razılaşdı. Boğazlarında qalsın. Bəlkə işi təmiz şəkildə özüm həll edib. Mənim gülləm boşa çıxmaz. Olmaz, indi heç olmaz. Əgər həmin sahibkara ikinci dəfə qəsd edilsə, müstəntiqlər o dəqiqə başa düşəcəklər ki, birinci hadisə sifariş imiş.
sifarişliymiş. Onda sifarişçinin kim olduğunu, sifarişi kim vasıtasıyla verdiği, sifarişin kimin vasıtasıyla verildiğini, öldürülen adamı, ora kimin gönderildiğini araştırmaya başlayacaklar. Bizim dostumuzun da diline açacaklar. Nəticədə bizi də tapa bilərlər. İndi həmin sahibkara toxunmaq olmaz. Xəstəxanadadır. Müalicə olunur. NTV kanalı onun haqqında böyük bir reportaj hazırlayıb. Qəzetlər onun iki silahlı quldurla təklikdə necə qalib gəldiyindən yazır. İndi o qəhrəmandır. Yaxşı ki, bizim şəkillərimizi də dərc etmirlər. Titanov kinayə ilə qeyd etdi. Moskvanın ən böyük maymaqları hələ ki həbs etməyiblər, deməli maymaq deyilik. Samvelov onu sakitləşdirdi. Başqa icraçılar tapmaq lazımdır. Sınaqdan çıxmış, etibarlı və peşəkar adamları. Sənə Çeçenistandan dəm vuran adamlara inanma. İndi istənilən keçmiş hərbi qulluqçu sənə elə əhvalatlar danışar ki, donub qalarsan. Əsl peşəkarları tapmaq lazımdır. Bəlkə lap Dağıstana ya da İnquşetiyaya getməli olduq. İndi oralarda bacarıqlı uşaqlar çoxdur. Həm o tərəfdə, həm də bu tərəfdə. Qandan qorxmayan, həlledici anda özünü itirməyən əsl peşəkarlar taparıq. Düzdür, Dilanov razılaşdı. Amma gəldi gedər. Onlar bizə əl verməz. Özün də bilirsən. İndi əvvəlki zamanlar deyil. İndi milis hamını yoxlayır. Qeydiyyatı sənədi olmayan peşəkarlar bizə lazım deyil. Yaxşı olar ki, icraçıları Moskvalıların arasında axtaraq. Lənət olsun. Həmin 2 nəfər işə tam yarıyardı. Mən artıq onlarla necə işləyəcəyimizi də fikirləşmişdim. İkisinin də Moskvada qeydiyyatı, sənədləri, hətta birinin iş yeri vardı. Qazinonun dayanacağında işləyirdi. Hər cəhətdən uyğun gəlirdilər, amma özləri elə axmaq çıxdılar. Zərər yoxdur, Samvelov dedi. Yaxşı ki, hər şey bu cür qurtardı. Bundan da pis ola bilərdi. Onlar ən həlledici anlarda bizi pis vəziyyətdə qoyardılar. Biz bu cür icraçılarla Rinat Şəripova qarşı heç nə edə bilmərik. Nə yaxşı ki, mən onlara təmiz silah vermişdim. O silah heç kimin adında qeydiyyatda deyil. Həm də cinayətdə istifadə olunmayıb. Başqa silah da vermək istəyirdim. Sonra fikrimi dəyişdim. Elə bil kimsə mənə mane oldu. Bax, görürsənmi? Deməli, sənin ürəyinə nəsə damıtmış. Onlar mənim də xoşuma gəlmirdi. Amma son vaxtlar çox əsəbi olduğuna görə səninlə mübahisə etmək istəmirdim. Əsəbi olan mən deyiləm. Mənim cavan arvadımdır. Bizim İzmayılovdakı imarətimiz onun xoşuna gəlmir. Belə baxanda haqlıdır. Otaqlar balacadır. Pis qoxusu var. Daim özgə yeməklərin iyi gəlir. Mətbəxin sahəsi cəmi 6 metrdir. Elə bil qəsdən elə mənzil tapmısan ki, biz orada əziz çəkirik. Özün deyirdin ki, müvəqqət olacaq. Sən ki istədiyin mənzili ala bilərsən, sənin pulun var. İndi təzə tikilən binalarda elə mənzillər salırlar ki, adam heyran qalır. Zəng vur, al. Zəng vurmuşam. Orada qiymətlər çox bahadır. Elə bil Moskvada yox, Parisdə ya da Londonda ev satırlar. İndi bizdəki evlərin qiyməti onlardakından da bahadır. Samvelov əminliklə qeyd etdi. $20,000 mənə qaytarmaq da yadından çıxmasın. Verəcəyəm, mütləq qaytaracağam. Yadındadırmı? Bir dəfə Lyoxa Novgorski ilə görüşmüşdük. Deyəsən, sən onun məşhur qanuni oğlu olduğunu, Opşak Cinayət aləminin qarşılıqlı yardım fondu, ümumi xəzinə saxladığını, yenə nəsə buna bənzər bir şey deyirdin.
Əlbəttə yadımdadır. O çox möhkəm adamdır. Onun əlləri o qədər qana bulaşıb ki, sən ömründə o qədər su içməmişsən. Su işlətməmisən. Amma onunla işbirliyi qurmaq ya da bizə lazım olan mütəxəssisləri onun vasitəsilə tapmaq istəyirsənsə, fikrindən daşın. Ondan uzaq olsan yaxşıdır. Nə üçün? Bizə lazım olan mütəxəssisləri məhz elə onun yanında tapa bilərik. Sən dəli olmusan? Samvelov ətrafı boylandı. O qanuni oğrudur. Sən bunun nə demək olduğunu anlayırsan. Nüfuzlu adamdır. O öz adamlarını bizə elə belə verməyəcək. Hər işdən öz payını istəyəcək. Əgər verməsək, adamları bizi cəzalandıracaq. Bu sənin nəyinə lazımdır? Boynumuzu başqasının boyunduruğu altına niyə salaq? Şəxsən mən razı deyiləm, Viktor. O çox təhlükəli adamdır. Ona baş qoşsaq, başımızı itirərik. Yaxşı, Dilanov narazı halda onun sözünü kəsdi. Elə belə soruşdum. Mən də özümə söz vermişəm ki, belə cinayətkarlara baş qoşmayım. Onlar təmiz iş görə bilmirlər. Mütləq müştərinin cibini soyacaqlar ya da yadigar saxlamaq üçün bir şey götürəcəklər. Sonradan milis onları dərhal yaxalayır. Keçmiş hərbi qulluqçuları axtarmaq lazımdır. Ya da milis orqanlarından çıxarılan, bəlkə də özü çıxan uşaqları. Bizə belələri lazımdır. Onlar həm lazımi qaydada hazırlıq keçiblər, həm də yaxşı atəş açırlar. Qəzetdə elan verəcəksən? Samvelov kinayə ilə soruşdu. Təcili şəkildə 2 nəfər muzlu qatil axtarılır. İş təcrübəsi olan peşəkarlara, keçmiş milis işçilərinə, Çeçenistanda qulluq etmiş xüsusi təyinatlılara üstünlük verilir. Yüksək maaş təmin olunur. Bu ünvana müraciət edə bilərsiniz. Öz ünvanını, telefonunu da qeyd edərsən. Bilirsən, sənə nə qədər adam müraciət edər, amma sənin telefonunu dərhal dinləməyə başlayarlar. Zəng edənlərin hamısını nəzarətə götürərlər. Belə bir risk tamaşaçısı almır. Bağırma, deyə Dilanov onu acıladı. Nə özündən çıxmısan? Sən öz dediklərini yadına sal. Dərhal adam taparam. İndi bu cür mütəxəssislər çoxdur, amma yaxşı peşəkar həmişə azdır. Mən isə ona görə səninlə işləyirəm ki, getməyə yerim yoxdur. Peşəkarların hamısını seçib götürüblər. Kimisi oliqarxları qorumaqla, kimisi yaxşı pul qarşılığında onları ovlamaqla məşğuldur. Kimisi özünə sərvət yığıb, xarici ölkələrə qaça bilib. Kimisi də orqanlar üçün işləyir. Onların tapşırığı ilə adam öldürür. Artıq hamısı özünə yer edib, Viktor. Bizim zəmanəmizdə həmişə adam tapılar. Dilanov qətiyyətlə bildirdi. Neysə, zarafatı burax. Bu ciddi məsələdir. Cinayət aləminə müraciət etmiriksə, deməli, keçmiş hərbi qulluqçuların arasında axtarmalıyıq. Mənim bir fikrim var. O yolla lazım olan adamları tapa bilərik. Mən öz arvadımdan istifadə etmək istəyirəm. Qatil axtarmaq üçün onu göndərəcəksən. Alik qımışdı. Qorxmursan? Bir dayan, niyə gülürsən? Biz onun üçün sənət düzədərik. Güya o, sorğu aparmaqla məşğul olan hansısa idarədə işləyir. Bəlkə lap pul verib elə bir idarədə işə düzəldərik. Bir neçə günlüyə. Hər şey qanunla olmalıdır. Sonra o milis məktəbinə gedib maraqlanar ki, nə qədər adam öz ixtisası üzrə çalışır. Kimlər hansı səbəbdən işdən çıxarılıb. Deyər ki, belə bir sosial araşdırma aparır. Bu da sənə lazımi məlumatlar. Qısa vaxtda işdən çıxarılanların, narazıların hamısının adını da, ünvanını da öyrənərik. Samvelov susurdu. Onun üzündən sanki bir kölgə sürünüb keçdi. Amma bu şübhə kölgəsi deyil, daha çox razılıq ifadəsi idi. Niyə danışmırsan? Dilanov istehzalı səslə soruşdu. Dilin tutulub. Əla, Alik etiraf etdi. Bu haqda heç fikirləşməmişdim, Viktor. Sənin başın yaxşı işləyir.
Elə ona görə də bizə həmişə başçılığı sən edirsən. Belə bir şey mənim ağlıma gəlməzdi. Əlbəttə gəlməzdi. Dilanov özündən razı halda dedi. Mən bu variantı çoxdan fikirləşmişəm. Arvadımı hər hansı bir sosial xidmət idarəsinə işə düzəltmək ya da belə bir xidmət yaratmaq. Onu qeydiyyatdan keçirmək, sonra isə arvadımı ora işləməyə göndərmək barəsində çoxdan fikirləşirəm. Qoy baxıb görsün ki, işdən çıxarılanlar kimlərdir, sonra hara işə düzəliblər. Təsəvvür edirsənmi necə lazımlı məlumatlardır? O cür hazırlıq keçmiş mütəxəssislər atəş açmağı, vuruşmağı bacarırlar. Heç nədən qorxmurlar. Üstəlik işdən haqsız çıxarıldıqlarını fikirləşdikləri üçün bərk narazıdırlar. Bu cür peşəkarlar hər işin öhdəsindən gəlmək olar. Hələ məlum olsa ki, çox az pul qazanırlar, elə o cür də olmalıdır. Onlara kim və nə üçün pul verə bilər? Onda heç söz ola bilməz. Onlar bizim adamlardır. Ac və çarəsiz. Hər şeyə hazır olan və bütün dünyaya düşmən kəsilən insanlar. Yaxşı fikirlərdir. Samvelov təsdiqlədi. Amma arvadını inandırmalısan ki, öz rolunu lazım olduğu kimi oynamağa razılaşsın. Razılaşar, Dilanov qımışdı. Mən söz vermişəm ki, tikintisi başa çatmış binada onun üçün təzə mənzil alacağam. Katolovdan özü seçib, 4 otaqlı evdir. Sahəsi 180 metrə yaxındır. Bütün pullarımı verməli olacağam. Əvəzində isə mənim xanımım çox sevinəcək. Həm də nə xahiş etsəm, onu yerinə yetirəcək. Bu ən yaxşı variantdır. Samvelov razılaşdı. Bəlkə o zaman doğrudan da bizə lazım olan peşəkarları taparıq. Son.